Avropanın İlçəm Dəbiləyev Hava Tələqatları Mərkəzinin model proqramının yenilənmiş məlumatların təhlillərinə əsasən yanvar ayının artıq 17-si və 18-sində Qafqazın cənubunda hava şəraitinin yenidən kəsim dəyişilməsi gözlənilir. Xəzər dənizindən daşınan rütubətli hava axınları, Qara dənizdən və Aralıq dənizindən eyni anda daxil olan rütubətli hava kütlələrinin şimal-şərqin daxil olması gözlənilən soyuq hava kütlələri ilə Qafqazın cənubunda bir-birlərinin toqquşması fonunda Qafqazın cənubu Azərbaycan arasında hava şəraitinin yenidən kəsimləşməsi gözlənilir. Proses nəticəsində əksər rayonlarda Azərbaycan əksər ərazilərində sulu qar və qar yağması, qarın intensiv və güclü olması ehtimalı var. Yanvarın 17-si və 18-si qar intensiv olacaq. Yanvar ayının 19-sunda bir qədər zəifləyəcək. Lakin yanvar ayının 20-si və 21-də yenidən Azərbaycan rayonlarında hava şəraitinin kəskin dəyişilməsi, arabir sulu qar və qar yağması. Bu müddət ərzində isə Bakıda yağışın sulu qar keçməsi ehtimalı var. Yanvar ayının 17-si axşam və 18-si günün birinci yarısında Bakıda yağışın və yağışla bərabər sulu qarın bir qədər intensiv olması ehtimalı var. Xüsusilə də yanvar ayının artıq 19-u bir qədər yağıntılar nisbətən səngəcək, lakin yanvar ayının 20-si və yanvarın 21-də isə, yəni yanvar ayının 20-sindən başlayan prosesin yanvar ayının 21-i günün birinci yarısına qədər olan müddət ərzində Qafqazın cənubu Azərbaycan arasında hava şəraitinin yenidən kəskinləşməsi, arabir sulu qar və qar yağması, intensiv olması ehtimalı var prosesin. Və Bakıda da yağıntıların yenidən yanvarın 20-si və 21 günün birinci yarısında yağışın Bakıda sulu qar keçirməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Prosesə daha da geniş olaraq nəzər salsaq biz görərik ki, Xəzər dənizinin şimal hissəsində, Rusiyanın qəlbində, orta troposferdə, eyni zamanda troposferin aşağı qatlarında atmosfer təsirində artım gözlənilir. Lakin Qara dəniz ərazisində, Xəzər vəzəsi ölkələrində, eyni zamanda Qazaxıstan ərazisində də, yəni Qafqaz regionunda və Qazaxıstanda isə atmosfer təsirində azalma gözlənilir. Bu da o deməkdir ki, Qərbi Sibirdən, antisiklonun sağ qolunun Qərbi Sibirdən, Mərkəzi Asiyadan, Qazaxıstandan soyuq hava kütlələrini Qafqazın cənubu Azərbaycan arasında daşınması, Qara dənizdəki siklonun və Xəzərin şimalındakı siklonun isə ərazidə rütubəti toplanması gözlənilir. Prosesin sonraki inkişafının nəticəsində yanvar ayının artıq 17-si gündüz saatlarına başlayaraq həm şərqdən rütubətli hava axınlarının eyni anda, eyni zamanda şimal-qərbdən Qara dənizdən və cənub-qərbdən Aralıq dənizindən rütubətli hava axınlarının eyni anda Qafqaz regionuna doğru yaxınlaşması gözlənilir. Proses nəticəsində Qara dənizdən, Aralıq dənizindən və Xəzər dənizindən daşınan rütubətli hava kütlələrinin Qafqazın cənubu Azərbaycan arasında bir-birlərinin toqquşması fonunda və şimal-şərqdən daxil olan soyuq hava kütlələri ilə bu rütubətli sistemin Qafqazın cənubu Azərbaycan arasında bir-birlərinin toqquşması fonunda Qafqazın cənubunda hava şəraitinin kəsinləşməsi üçün münbit tsunami şəraitinin yaranması gözlənilir.